Sonunda Peyğəmbərə təvəssül edeyim. Deyim, ya Rasulallah, ümmətimin vəziyyəti bu günlərdə çox ağırdır. Özün görürsən ki, ümmətin hansı çətin sınaqlar qarşısındadır. Bəlkə deyərdim, tarixi sınaqlar qarşısındadır. Bu qədər sıxıntılardan, çətinliklərdən bizim ürəyimiz əriyirsə, görsən nə qədər yanırsan. Bizim işimiz budur ki, deyirlər, bəlalar gəlməmişdən öncə çağırın. Deyirlər ki, təvəssül edin ki, Peyğəmbər nəzər eləyəndə hər yan gülüstana çevrilir. Ya Rasulallah, ümidimiz sənin dualarıvadır. Sənin dualarıvadır ki, sən cəhənnəmə qədəm qoysan gülüstana çevrilir. Səni and verirəm çox sevdiyin Allahın haqqına ki, biz ümməti bu çətin günlərdə dua eləyəsən, Allahdan bu ümmətə fərəc istəyəsən və Allahdan istəyəsən ki, dünya və axirətdə səndən ayrı düşməyək, sənin yolundan ayrı düşməyək.